Sabahınız xeyir uşaqlar, necəsiz, nə var, nə yox? Bugün bu qız uzun zamandan sonra bir vlog səsləndirir və sizə otağını göstərir. Şovu kəs çiçək. Otağım necə olub? Bu arada otağımda hər şey dəyişsə belə, bilirsiniz ki, pastelim heç vaxt dəyişməyəcək. Vlog başladıram, artıq boş-boş danışığı bitirirəm. Necəsiz, nə var, nə yox? Bugün səhər saatlarında oyandım, idmana gedəcəm. Ona görə tez oyandım, yoxsa normalda tez oyanmıram. Oyana bilmirəm, çünki gecələr çox gec yatıram, yata da bilmirəm çünki. Saçımı yığıram, gedirəm, üzəlimi yuyuram, çünki dünənki makyajı silməmişəm. Mən makyaj silmirəm ümumiyyətlə gecə yatanda, bilmirəm, belə bir bağımlılığım var, silə bilmirəm. Üzümü göstərirəm, üzümdə 2 səpki var, bilmirəm nədən çıxıblar bunlar və bugün dırnaqlarımı düzəltdirəcəm və dodağımdakı dolğunu ərdəcəm. Buradan da görürsünüz ki, dodağımdakı dolğu çox pis olub. Getdikcə bığıma qaçırmış kimi hiss edirəm. Makyajımı silirəm və gedirəm idman paltarlarımı geyinməyə. Saat 10-da gedəcəydim idmana, amma gec yatdığım üçün oyana bilmədim. Ona görə saat 12-də getmək zorunda qaldım. Saat 12-də idmana gedəcəm, saat 3-də dırnağa gedəcəm, saat 6-da da dodaqlarımın dolğusunu ərtməyə Mələkənin yanına gedəcəm. Paltarlarımı geyindim, gedəcəm yemək yeməyə. Biraz da əsəbiyəm, səhər oyananda biraz əsəbi oluram. Bir də belə soluram, həyatdan küsürmüş kimi oluram. Səhər yeməyi yeyəndə elə bilirəm ki, dünyanın sonudur, həyat bitəcək mənim üçün bu dəqiqə. Yumurtamı yeyirəm, yaxşı. Boş-boş ora-bura baxıram, biraz düşünürəm, overthinking biraz problemlərimi düşünürəm. Ondan sonra yeməyimi yeyirəm və biraz ara verirəm, çünki yemək yeyən kimi düşə bilmirəm idman zalına. Ondan sonra düşürəm idman zalına. Burada elədiyim məşqləri çəkə bilmirəm, amma gələn dəfə çəkəcəm. Çəkimi çəkirəm burada, sonra evə gəlirəm. Duş alıram, ondan sonra saçımı silikman yığıram. Çox rahatdır bu arada, çox sevirəm bu saçı, həqiqətən inanılmaz rahatdır. Saçımı yığandan sonra makyajımı eləmirəm. Çünki makyaj eləməyəcəm. Qaşlarımı sabitləyib nəmləndirici vururam. Sumkamı götürürəm, kurtkamı geyinirəm və evdən çıxıram. Birinci dırnağa gedəcəm. Burada paltarımı götürürəm ki, qaytarım. Bu arada mən bütün ad günlərində, toylara, xınalara paltarlarımı Nisazdan götürürəm. Zaten etiketdə eləyirəm, görürsüz postların altına. Neysə, dırnağa çatıram uje, yavaş-yavaş. Saçımı da burada biraz düzəldirəm. Əslində kamerada belə görünür, normalda heç nə yoxdur saçımda. Neysə, dırnaqlarımın yenə səliyyəsi inanılmaz. Gəldim Nəcbənin yanına. Nəcbə bu arada artıq yaydan bəri mənim dırnaqlarımı düzəldir. Biraz özümə baxıram. Burada mənə maşallah yazın, xahiş edirəm. Çünki mənə üzvə nə istifadə edirsən, belə qəşəng dediyiniz günün səhəri belə yox, axşamı mənim üzüm pis günya düşür. Nəysə, çıxıram dırnaqdan, yemək yeyirəm, inanılmaz acı idim. Gəlirəm Mələkənin yanına, xalamla birlikdə. Dırnaqlarımı göstərirəm və dodaqlarıma keydicini vururuq. Bu arada deyirlər ki, çox incidir, amma heç incitmədi də. Yəni, dodaq dolğusunu elətdirməyə bərabərdir. Keydicini silirik. Biraz qorxdum əslində başda. Çünki mənə həmişə deyirdilər ki, çox incidir də, bayaq dediyim kimi. Amma həqiqətən, yəni, belə ölümünə bir incitmək yox idi da. Dodaq dolğusu eləməyə bərabərdir ağrısı. Dodaq dolğusu eləyəndə, məsələn, hər adamda fərqli olur da. Bu da fərqli. Dodaqlarım belə oldu, şişdi biraz, amma artıq heç bir şiş qalmayıb. Dodaqlarım öz əvvəlki variantına qayıdıb. Həqiqətən balaca olub da. Yəni bəlkə də mənim gözüm öyrəşib. Ya bilmirəm necə, amma balacalaşıb. Xalama da full face elədik. Full face eləməkdə səbəb xalamda asimetriya çox idi. Yanaqlarında, çənəsində onu düzəltdik və inanılmaz olub. Çox bəyəndim həqiqətən. Dodaqlarımı çəkirəm. Dodağımın bir tərəfi şişib, çünki o tərəfdə bir düyün var idi və o düyünə daha çox elədik ki, ərisin və indi heç nə qalmayıb uşaqlar. Bu arada Instagramda Dyson yarışması keçirirəm. Gedib ona qoşulun. Unutmayın. Burada da bir estetik çəkiliş elədim. Instagram adım Aysrekdir. Mütləq şəkildə qoşulun. Cavabların açıqlanmasına çox az qalıb. Burada yeməyimizi yedik, içdik. Burada da bir estetik bir video. Güzgümüz əla. Videonu bəyənib follow eləməyi unutmayın. Öpürəm sizi. Sağ olun. Bu arada kulok necədir, amma ciddi də xahiş edirəm. Öpdüm.